Salam əziz uşaqlar. Bugün say bölməsi üzrə mövzumuzun dərsi izahı olacaq. Deməli uşaqlar, sayın quruluş növləri haqqında sizə məlumat vermişdik. Bugün sayın mənac növləri haqqında danışacağıq. Sayın iki məna növü var uşaqlar. Miqdar sayları var, bir də sıra sayları var yazılırsan. Miqdar sayları əşyanın miqdarını bildirir və miqdar saylarının özünü də yazılsın ki, 3 növ var. Müəyyən miqdar sayları var, qeyri-müəyyən miqdar sayları var, bir də kəsr sayları var. Çox vaxt testi çaşdırırlar sizə. Yazı sayın mənac 3 dənə növ var. Müəyyən, qeyri-müəyyən, kəsr. Xeyr, bunlar miqdar saylarının növləridir. Yaxşı, gəlin görək miqdar sayları nədir və miqdar sayları haqqında nə var deyə bilərik. Yazılsın ki, miqdar sayları bayaq dediyimiz kimi 3-yə bölünür. Müəyyən miqdar sayları var. Müəyyən miqdar sayları əşyanın konkret sayının dəqiq olduğunu bildirir, yəni dəqiqliyi bildirir yazılsın. Məsələn 5, 15, 22, 156, 1905 və s. Neçə və nə qədər suallarla birinə cavab verir yazılsın. 2 sualı var. Quruluşlu növlə yalnız sadə və mürəkkəb olur yazılsın. Müəyyən miqdar saylarından sonra gələn sözlər adətən cəm şəkilçisi qəbul etmir yazılsın. Məsələn 5 kitablar, 3 dəftərlər deyə bilmirik. Kitabdır, məsələn, baxın 4 uşaqlar deyə bilmirik ki, 5 kitab deyə bilmirik, 100 ağac deyə bilmirik, 10 dəftərlər deyə bilmirik. Amma bəzi hallarda yazılsın ki, uşaqlar zaman məzmununu bildirəndə bundan sonra gələn isim cəmdə işlənə bilər. Baxın, bu haçan baş verir? Burada ildir, əsrdir, yüzdür, min kimi sözlərə qoşulanda baş verə bilir. Baxın uşaqlar, zaman məzmunu. Məsələn, deyirəm ki, babam 100 il əvvəl bura köçüb. Burada dəqiq, konkret bilirik ki, 100 il bundan qabaq köçüb. İndi 2025-ci il çıxır 100 il, qalır 1925. Bilirik ki, baba dəqiq vaxt köçüb. Və deyirsən ki, babam 100 illər əvvəl bura köçüb. Aydın oldu mu? Artıq onda nə yarandı? Qeyri-konkretlik yarandı. Aydın oldu mu? 1000 illər boyu düşmənə qarşı mübarizə aparmışıq. Dəqiqlik var, qeyri-dəqiqlik. Qeyri-dəqiqlik. Bir də deyirsən ki, 1000 il düşmənə qarşı mübarizə aparmışıq, onda nə var? Dəqiqlik var. Yazılsın ki, ildir, əsrdir, bu kimi sözlərdən 100, 1000 kimi sözlər gələndə qrammatik normanı pozmur. Yəni, bu hadisədən 1000 il keçibdə desək doğrudur, bu hadisədən 1000 illər keçibdə desək doğrudur. Dilimizdə uşaqlar 23 sadə miqdar sayı var. Bunlar da bilirik hansılardır? 1-dən 10-a qədər olanlar 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100-ün özü, sonra 1000, sonra milyon, sonra da milyard. Bu sözlər sadə müəyyən miqdar saylardır. Bəs numarativ sözlər nədir? Numarativ sözlər yazılsın ki, müəyyən miqdar sayları ilə isimlər arasında işlənən sözlər numarativ sözlər adlanır. Numarativ sözlər yazılsın ki, ikinci olur. Əsas vəzifəsi numarativlik olanlar var. Sırf numarativ söz kimi işlənirlər. Nəfərdir, dənədir, ədəddir, cütdür, metrdir, tondur, litrdir. Məsələn, atasının 2 nəfər zabitlə söhbət etdiyini görüb təəccübləndir. 2 bizim müəyyən miqdar sayımız, zabit bizim ismimiz. Ortada işlənən nəfər sözü bizim nəyimiz oldu? Müəyyən miqdar sayımız. Vaqonda 3 ton yük var. 3 bizim sayımız, yük bizim ismimiz, ton bizim nəyimiz oldu? Müəyyən miqdar sayımız. Numarativ söz kimi işlənən əsas netiqsələr də var yazılsın. Başdır, gözdür, parçadır, tikədir, damcıdır, qaşıqdır, topdur. Bu kimi sözlər netiqsəsi kimi isim olsalar da sayla aid olduğu isim arasında işlənəndə numarativ söz kimi işlənirlər. Baxın, məsələn, kəndin 150 baş qoyununu sel aparmışdır. Bizim burada sayımız hansıdır? 150. İsmimiz hansıdır? Qoyun və baş sözü burada artıq isim yox, numarativ söz kimi çıxış edir. Ramil stəkana 10 damcı dərman, biraz da su töküb xəstəyə uzatdı. Baxın uşaqlar, 10 bizim sayımız, damcı bizim numarativ sözümüz, dərman da bizim nəyimiz oldu? İsmimiz oldu. Nəfər insan anlayışı bildirən sözlərə qoşulur. Baş heyvan anlayışı bildirənlərə, ədədlə dənə cansız varlıqlara aid olunur. Cütdən dəst isə qoşala bildirənlərə. Məsələn, biz desək ki, uşaqlar, özüm üçün bir ədəd kostyum aldım. Doğrudur, yanlışdır. Yanlışdır. Çünki kostyumu nə ifadə edir? Dəstən. Mebel, evə bir ədəd mebel aldım. Doğrudur, yanlışdır. Bir dəst mebel aldım. Corabı, ayaqqabını cütdən demək lazımdır. Bir ədəd corab desək doğru deyil. Aydın oldu mu? Sonra baş sözün. Baş sözün insan anlayışı bildirən sözlərin qabağında işləmə olmaz. Bəzən qabağımıza çıxır falan kəs. Deyir, mənim 5 baş ailəm var. Burada norma pozulur. Baş hər zaman yazılsın ki, heyvanlara aid. Aydın oldu mu? Davam elə uşaqlar. Bu oldu nə?
numarativ sözlər. Numarativ sözlər nəyin asılı işlərinə? Müəyyən miqdar sayları ilə yazılası isimlər asılıdır. Kəmiyyət fərqi yaratdığına görə yazılsın ki, numarativ sözlər də ikiyə bölünür. Yazılsın ki, iki ayaqqabı kəmiyyət fərqi yaratmır. Çünki dəqiq say müəyyən olunur. Amma iki cüt ayaqqabıda çoxluq olduğu üçün nədir? Kəmiyyət fərqi yaradır. Bir güldə kəmiyyət fərqi yoxdur, amma bir dəstə güldə kəmiyyət fərqi var. Yəni çoxluq mənasını bildirir. Bir odun, bir qucaq odun kəmiyyət fərqini yaradır. Bundan başqa uşaqlar, kərədir, qatdır, dəfədir, yol kimi sözlər saydan sonra işlənsələr də numarativ söz sayılır. Çünki bu kimi sözlərdən sonra isim gəlmir. Məsələn, kərə sözü var da, deyir, bir kərə yüksələn bayraq bir daha enməz. Düzdürmü? Bir kərə yüksələn bayraq. Kərə sözündən sonra nə gəldi? Fel gəldi. Düzdürmü? Ona görə numarativ söz gəlir. Nəfər sözü sayla isim arasında işləndikdə numarativ sözdür. Amma sayla isim arasında işlənmədikdə numarativ söz sayılmır. Baxın, zəhmət olmasa, həyatda 2 nəfər polis səni gözləyir. Və burada bizim sayımız var, ismimiz də var. Nəfər sözü burada numarativ sözdür. Amma həyatda 2 nəfər səni gözləyir də isim olmadığı üçün artıq nəfər sözü burada özü isim mövqeyini neyini çıxış edir. Yadda qalar mı? Davam edeyim. Qeyri-müəyyən miqdar sayları. Qeyri-müəyyən miqdar sayları müəyyən miqdar saylarından fərqli olaraq qeyri-müəyyən miqdar saylarını uşaqlara yazılsın ki, əşyanın dəqiq rəqəmi bilinmir. Yəni sayının nə qədər olduğunu bilmirik. Bu da uşaqlara yazılsın ki, nə qədər sualına cavab verir. Azdır, çoxdur, xeylidir, bir azdır, bir qədərdir, bir çoxdur, bir sıradır, 5-6'dır, çoxludur, onlarla, yüzlərlə və s. Bunlar qeyri-müəyyən miqdar saylardır. Yazılsın ki, uşaqlar, keçən dəfə demişdik, ədadlarla işlənə bilir. Az və çox saylarından əvvəl ən, lap, daha sözlərini işlətmək olar. Aydın oldu mu? Ən az, ən çox və s. Bir sıra və bir çox saylarından sonra gələn isimlər hər zaman cəmdə işlənir. Bir çox suallar, bir sıra məsələlər və s. Bundan sonra təkdə işləsələr norm pozuntusu sayılır. Çox, onlarla, onlarca, yüzlərlə, yüzlərcə saylarından sonra gələn isimlər həm təkdə, həm də cəmdə ola bilir yazılsın. Çox adam da düşük doğrudur, çox adamlar da düşük doğrudur. Yüzlərcə kitab da düşük doğrudur, yüzlərcə kitablar da düşük doğrudur. Azdır, xeylidir, bir qədər saylarından sonra gələn isimlər isə həmişə təkdə işləmir yazılsın. Məsələn üçün, xeyli iş, az adam, bir qədər məhsul və s. Qeyri-müəyyən miqdar sayları sayın yeganə növüdür ki, uşaqlar həm sadə, həm düzəltmə, həm də mürəkkəb olur. Bəyalıdır ki, müəyyən miqdar sayları yalnız sadə və mürəkkəb olurlar. Qeyri-müəyyən miqdar sayları yazılsın ki, uşaqlar, bəzən qeyri-müəyyən miqdar sayları var. Onlarla isim arasında da az halda numarativ sözdən istifadə etmək olur yazılsın. Onlardan hansıları da əsasən defisdə yazılanlardır. Bunları adlandırırlar uşaqlar, defisdə yazılanları. Bunlar da qeyri-müəyyən miqdar sayıdır. Bunlara təxmini və ya təqribi miqdar sayları da deyilir. 3, 4, 5, 6, 7, 8, 10, 15 və s. Yazılsın, təxmini sayılar əşyanın konkret miqdarını göstərmədiklərinə görə qeyri-müəyyən hesab olunur. Baxın uşaqlar, numarativ sözlərdən bəyaları deyil, qeyri-müəyyənləri var idi də. 3, 4 idi, 5, 6 idi, 7, 8. Bunlar da yazılsın ki, bunlarla işləyən isim arasında numarativ söz işlədilə bilər. Məsələn, baxın, 5, 6 ədəd yeşik. Yeşik bizim ismimiz, 5, 6 bizim nəyimiz oldu? Sayımız oldu qeyri-müəyyən, ədəd də bizim nəyimiz? Numarativ sözümüz. 10, 12 cüt corab. 10, 12 bizim sayımız, corab ismimiz. Cüt bizim nəyimiz oldu? Yazılsın ki, numarativ sözümüz. Yadda qalar mı? Yəni, sual çox vaxt düşür. Əsas numarativ söz müəyyən miqdar sayına aiddir. Amma qeyri-müəyyən miqdar sayları ilə hamısı ilə də yox. Amma bəziləri ilə nə edə bilir? İşlənə bilir. Ən çox da defisdə yazılanlarla, yəni təxmini və ya təqribi saylarla işlənə bilir. Sonra uşaqlar gəlir kəsr saylarına. Kəsr sayları nədir? Kəsr saylarının yaranmasında miqdar sayları və yerli yaşa keçidinin istifadə olunur. Neçə, neçə hissə, nə qədər suallarından birinə cavab verir. Tamın, vahidin hissəsini və ya tamın müəyyən bir hissəsini bildirir yazılsın. Məsələn, 5-də 2, 5-də 2, 3,6, 3-də 2 və s. 1,5 və s. Quruluş isə həmişə mürəkkəb olur yazılsın. Kəsr sayları rəqəmlə yazılanda vergüldən istifadə olunur. Məsələn, 3,5, 7,2 və s. Kəsr sayları uşaqlar yazılsın ki, numarativ sözlərlə işlənə
bilmir. Yadda mı? Çox vaxt da bunun yaranmasında uşaqlar daha şəkilçisindən istifadə olunur. O da yerli yağ şəkilçisidir. Məsələn, burada 5'də 2, 3,6. Buradakı daha şəkilçisi yerli yağ şəkilçisidir. Ondan istifadə olunur. Keçirik sayın mənaca digər növü olan sıra saylarına. Sıra sayları yazılsın ki, əşyanın sırasını bildirir. Artıq biz buna miqdar deyə bilmirik də, sırasını bildirir. Samitlə bitən müəyyən miqdar saylarına ıncı şəkilçisi ilə, saitlə bitənləri isə ıncı şəkilçisi artırmalı düzəlir və neçənci sualına cavab verir. Məsələn, 5-ci, 6-cı yazırsın. Keçən də bayaq sual cavabı dedi. Dedi ki, saylar əsasən sayın özündən düzəldir. Cəmi dilimizdə 4 dənə say var ki, əvvəldir, axırdır, sondur, filandır. Bu kimi sözlər yazırsın ki, zərfdir və digər saylarımız da yəni bundan düzələ bilər. Məsələn, baxın, axırıncı, əvvəlinci, filanıncı və s. Sıra sayları uşaqlar tez-tez düşür. Hansı nitq hissəsi sifətin də sualına cavab verir? Sıra saylarıdır. Bəzən hansı sualına cavab verə bilir. Məsələn, birinci mərtəbəyə neçənci mərtəbədə deyə bilərik, hansı mərtəbədə deyə bilərik. Axırıncı zərgəyə neçənci zərgədə deyə bilərik, hansı zərgədə deyə bilərik. Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edir. Yenə burada uşaqlar yazdırarsan qeyri-konkretli yaranır. Məsələn, baxın, 30-cu illər, yəni 31-dən 39-cu ilə qədər olan nəzərdə tutulur və ya birinci sıralar. Birinci sıralar nədir uşaqlar? Məsələn, zalda birinci olan cərgələr nə alınır? Birinci cərgələr adlanır. Deməli, sıra sayları uşaqlar nə oldu? Sıra sayları ıncı şəkilçisi ilə düzəldi. Həm sayın, həm də sifətin sualına cavab verdi. Sonra uşaqlar, bəzi sözlərimiz də var ki, onlar ıncı şəkilçisi qəbul etməklə digər nitq hissələri say ola bilirlər. Sıra sayları uşaqlar yazılarsın ki, başqa saylara nisbətən daha çox isimlə işlənir, yəni isimləşirlər. Düşsə ki, sayın hansı mənaları daha çox isimləşir, heç fikirləşmədən bunu götürürsünüz sıra sayları. İsimləşməni də onsuz bilirik, yəni sifətli keçmişdir. Yenə say özünə aid olan ismi itirdikdə nə edəcək? İsimləşəcək. Məsələn, 10-cular irəlidilər. Burada 10-cular sözündə 10-cu bizim sayımızdır, düzdürmü? Lavlar nəyin şəkilçisidir? İsmin şəkilçisidir. Gəlib buna qoşulub, artıq nəyin sualına cavab verir? İsmin sualına. Amma morfoloji cəhətdən biz bunu nə götürürük? Yenə say götürürük. Birincilərə mükafat verilir. Kimə? Birincilərə. Yəni, birinci siniflərə və ya birinci uşaqlara mükafat verilir, nəzərdə tutulur. Sıra sayları uşaqlar yazdırırsın, qurduqca sadə olmur. Bunu yazdırırsın ki, ya düzəltmə, ya da mürəkkəb formasında nə edir? Rast gəlir. İkinci düzəltməsidir, 12-ci nədir? Mürəkkəbdir. 5-ci düzəltmə, 15-ci mürəkkəb. Sıra sayları uşaqlar fərqli şəkildə yazıla bilirlər. Məsələn, hərflərlə yazıla bilirlər. 5-ci, 9-cu, 15-ci. Sonra ıncı şəkilçisinin ixtisar forması ilə bu ın hissəsi itir. Baxın, zəhmət olursa 10-cu, 8-ci rəqəmlərdən sonra nöqtə və ya yarım mötərizə qoymaqla. Çox vaxt siyahı yazanda yazırıq 1, 2. Bu nöqtədən sonra c yazmaq olmaz. Və ya mötərizə qoyuruq, yarım mötərizə. Bundan sonra da c yazmaq olmaz. Sonra Roma rəqəmləri ilə də yazıla bilir. 1, 5, 10 və s. Aydın oldu mu? Bunlar oldu sayın isimləşməsi və yazılırsın ki, sayın nəyi? Sayın alfoqrafiyası, yəni yazılış forması. Sonra davam edir uşaqlar. Sayın isimləşməsi var. Baxın, say da sifət kimi ismi əvəz edə bilir. İsmi əvəz edən say təklikdə, yəni isimsiz işlənə bilir yazılırsın uşaqlar. İsimləşmə isə ismə aid olan 4 dənə şəkilçidən 3 dənəsin. Hal, cəm, mənsubə şəkilçilərini nə edir? Qəbul edir və onun sualına nə edir? Cavab verir. Say təbii ki, isimləşəndə nə edir? Saya aid olan xüsusiyyətlərini itirir, ismə aid olan xüsusiyyətlərini nə edir? Qazanır. Məsələn, baxın, 5-cilər yarışda qalib gəldilər. Aydın oldu mu? 5-ci siniflər, 5-ci uşaqlar məsələn yarışda qalib gəldilər, belə deyirik. 5-lərimdən xoşum gəlir. Nədən? 5-lərimdən. Və ya 5 3-dən çoxdur. Nə? 5 3-dən. Nədən çoxdur? 3-dən çoxdur. Gələn 10-culardır. Kimlərdir? 10-culardır. Sifətdə də bunu demişdik. Sayda da deyək uşaqlar. Say isimləşib də cümlədə xəbər ola bilər. İsimləşmədən də cümlədə xəbər ola bilər. İsimləşən saylarla saydan düzələn isimlər fərqli anlayışlarda yazılır. Baxın zəhmət olsun. Məsələn, 5-cilər nədir? 5-cilər isimləşən saydır. Amma 5-cilik nədir? Saydan düzələn isimdir. Bu quruluşuna görə düzəltmədir, bu da quruluşuna düzəltmədir. Burada bir dənə leksi şəkilçisi var, burada isə 2 dənə leksi şəkilçisi var.
Azdan sözü isimləşən saydır. Azlıq isə nədir? Saydan düzələn isimdir. Yadda qalar mı? Sonra uşaqlar, cəm, mənsubiyyət, hal. Bu üç şəkilçinin birini qəbul edən say yazılsın ki, isimləşir. Yəni bu üç şəkilçini qəbul etmədən ismin sualına cavab verən say da isimləşmiş saydır. Məsələn, 5-cilər gəlsə də isimləşmiş saydır, 5-ci gəlsə də isimləşmiş saydır. Yəni hər iki mənada ismin sualına cavab verir ona görə. Uşaqlar, sayın özünə məxsus qrammatik şəkilçiləri yoxdur. Saylarımızın əksəriyyəti, yəni çoxu milli mənşəli yazdırılsın. Dilimizdə homonim saylar var yazdırılsın. Məsələn, bir sayını 2 ilə əvəz etmək olarsa saydır. Digər hallarda biz onu nə götürəcəyik? Ədad götürəcəyik. Məsələn, deyirəm ki, məsələn üçün, bir buna bax, burada bir sözünü 2 ilə əvəz eləyə bilirik? Yox. Amma deyirəm ki, bir ədəd qələm aldım və ya bir qələm aldım. 2 qələm deyə bilirik. 1-i 2 ilə əvəz eləsək, saydır, əvəz eləyə bilməsək ədad. Sonra uşaqlar, az sözü. Az sözü yazdırsın ki, say da ola bilir, feil də ola bilir. 40 sözü say da ola bilir, feil də ola bilir. 50 say da ola bilir, sifət də ola bilir. 1000 sözü say da ola bilir, feil də ola bilir. 80 say da ola bilir, feil də ola bilir. Çox sözü say da ola bilir, ədad da ola bilir yazdırsın. Sonra uşaqlar, azdır, çoxdur, xeyli sözlərindən isimdən əvvəl gəldikdə biz onu götürəcəyik say kimi, feildən əvvəl gəlində götürəcəyik nə kimi? Zərf kimi. Az adam saydır, az danışmaq zərfdir. Çox məlumatda, çox söz isimdən əvvəl gəldiyi üçün saydır, çox getməkdə feildən əvvəl gəldiyi üçün nədir? Zərfdir. Az, çox, xeyli sözləri uşaqlar say və zərf kimi işləndikdə və ikisində də toxunmuşdur mövzuya, homonim hesab olunmurlar. Çünki eyni mənanı bildirirlər ona görə. Sonra rəqəmlə ifadə ondan sonra saydan sonra uşaqlar mənsubiyyət şəkilçisi yazılarsın ki, yazılmır. Məsələn, ayın 14-dədir də, düzdürmü? Ayın 14-də sözünü ün hissəsini yazmır. Ün hissəsi elə burada qalır. Yəni, ayın 14-də bu formada yazılsa artıq nədir? Səhv fikirdir. Sayların söz yazılığını da var uşaqlar. Bir sayından nə yarana bilir? Zərf yarana bilir, birgə. Birdən nə yarana bilir? Zərf yarana bilir. Birləşmək feildir. Birikmək feildir. Birinci saydır. Birincilik isimdir. Bir günlük sifətdir. Birdən ikidən zərfdir. Bir çox saydır. Bir qədər nədir uşaqlar? Say və ya zərf mövqeyində işlənir. Sonra keçdik ikiyə. İkilik yazılsın ki, sifətlə işlənir, isim kimi də ola bilir. İkinci say mövqeyindədir, saydan düzəlmiş saydır. İkiləşmək feildir. İkilikdə zərf mövqeyindədir. Az sözündən nə yaranır? Azlıq yaranır isim kimi, azalmaq yaranır feil kimi. Azacıq elə say da ola bilir, zərf də ola bilir. Sonra az çox say da ola bilir, zərf də ola bilir. Biraz say da ola bilir, zərf də ola bilir. Çox sayından nə yarana bilir? Çoxluq ismi yarana bilir. Çoxlu sayı yarana bilir. Çoxalmaq feili yarana bilir. Çoxdan zərfi yarana bilir. Çoxdan ki, sifəti də nə edə bilir? Yarana bilir. Bu qədər dərsimiz uşaqlar. Növbəti dərslərdə görüşənədək özünüzə fikir verin.